Salam əziz treyderlər və investorlar. Analitik cəmiyyət sizinlədir Sistem, Guru, Markets. Şirkət haqqında ümumi məlumatdan başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Sözü gedən şirkətin hər bir parametrini daha ətraflı nəzərdən keçirə bilərsiniz. Biz sizinlə şirkətin əsas göstəricilərini təhlil edəcəyik. Genesis Energy LP, ticker, GAL. Bu baxış 24 iyun 2025-ci il tarixinə olan məlumatlara əsaslanır. Təsnifatına görə Guru Markets təşkilat Genesis Energy LP alt kateqoriyaya aiddir. Energy Logis qiymətləndirmədə 41 şirkət iştirak edir. Bu videonun sonunda son həll yollarına baxın. Şirkət üçün ümumi xal, mənfi, 10 baldan 6,5 bal. Alt kateqoriya üzrə orta bal, 0,8 bal. Geniş baxsanız, bütövlükdə birja daxilində. Qeyd etmək olar ki, bütövlükdə ABŞ fond bazarı üzrə orta xal 1,8 baldır. Mənfi reytinqə qarşı 6,5 bal Genesis Energy LP. Şirkətin səhmlərinin qiymətinin hərəkətini müqayisə etməklə Genesis Energy LP və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda səhmlərin olduğunu görürük. Genesis Energy LP 27,2% dinamika nümayiş etdirib. Alt kateqoriyada qiymət dəyişikliklərinə qarşı 20,2%. Şirkətin bazar kapitallaşması Genesis Energy LP 2,4 milyard dollar təşkil edir. 523 milyard dollar alt kateqoriyasının kapitallaşması ilə. Şirkətin balans dəyəri 0,23 milyard dollardır. Və alt kateqoriyanın balans kapitallaşması 191 milyard dollardır. Birja səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görürük. Paylaş Genesis Energy LP alt kateqoriyada bazar kapitallaşmasının qiymətləndirilməsi zamanı 0,39% təşkil edir. Balans dəyəri 0,122% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi PIS -1 bal. Tədqiq olunan təşkilatın 2,545 milyard dollar borc öhdəlikləri var. Borcun balans dəyərinə nisbəti kapitalın %1094-dür. Şirkətin maliyyə öhdəliklərinin nəticəsi çox pis, -2 bal. Şirkətin qiymət qazanc nisbəti 0-dır. Alt kateqoriya üçün orta qiymət 15,5-dir. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə birja qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -206 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət şərti olaraq 185 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 0,8-dir. Alt kateqoriya üçün orta qiymət 1,3-dür. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 2,6 milyard dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək gəlir göstəricisinin qiymətləndirilməsi PIS -1 bal. Marjinallıq -8%-dir. Alt kateqoriya üzrə orta hesabla 8,6%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi keçərli -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 2,29% təşkil edir. Bu, bazar kapitallaşma payından 487% çoxdur. Təşkilatın bir işçisinə düşən kapitalın miqdarı 984 min dollardır.
Alt kateqoriya üçün isə 5772.000 dollardır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçisinə düşən mənfəətin həcmi mənfi 99,4 min dollardır. 372,6 min dollar alt kateqoriyada orta hesabla. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi TOLED mənfi 0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri 1,250 min dollardır. Alt kateqoriya 4358 min dollar. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən satış həcminin qiymətləndirilməsi keçə bilən mənfi 0,5 bal. Satışa çıxarılan səhmlərin payı 2,1% olan alt kateqoriya ilə müqayisədə 4,8% təşkil edir. Texniki göstərici RASO 14 şirkət üçün %63 səviyyəsini göstərir Genesis Energy LP. Alt kateqoriya üçün üsi səviyyəsi 14, təxminən 47%dir. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən 16,67 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi 16,32 dollar civarındadır. Sifariş cədvəlinə baxaq, hər kəs üçün əlçatandır. Bağlanmış şərhdə keçid. Sifariş cədvəlində səhmlərin qiymətləndirilməsi məlumat sistemi tərəfindən müəyyən bir mövsümdə ictimaiyyət tərəfindən qəbul edilmiş bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Qiymətli kağızların təhlilinin nəticələrinə əsasən Genesis Energy LP. Səhmlərin qiymətləndirilməsi üçün məlumat sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Bir səhm üçün 16,68 dollar qiymətə satış üçün ticarət açın. Sövdələşmə şirkətin nisbətən aşağı reytinqə malik olması səbəbindən açılıb. Təşkilat AKİM-in indeksli qiymətləndirmə metodu ilə qiymətləndirilmişdir. Mənfəət götürmək 12,74 səviyyəsində müəyyən edilmişdir. Stop loss 20,62 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda. Bu halda sifariş 24 iyul 2025-ci il tarixində birja ticarətinin nəticələrinə əsasən avtomatik olaraq müəyyən edilir. Və ya göstərilən tarixdən əvvəlki son iş günündə. Ticker OMPP əsas alış sifarişi olacaq. Əsas sifariş üçün video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. İkinci sifariş son qiymətə bağlanır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün çox sağ olun. Guru Markets.